Oktyabrın 1-i saat 11:00-a olan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Lent AZ-a verilən məlumata görə, oktyabrın 1-i saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir. Yüksək dağlıq ərazilərə Kəlbəcər və Şahdağa isə qar yağıb. Düşən yağıntının miqdarı Şəkidə Kişçay 13, Lerikdə 11, Daşkəsən, Oğuz, Qax, Sarıbaş, Gədəbəydə 9, Astara, Yardımlıda 7, Zaqatala, Göygöldə 6. Mingəçevirdə 5, Qusar, Şəmkir, Balakəndə 4, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Yevlax, Naftalan, Quba, Lənkəran, İsmayıllı, Gəncə, Sabirabad, Xaçmaz, Qəbələ, Şamaxı, Xınalıq, Quba, Şabran, Ceyrançöl, İmişli, Göyçay, Tovuz, Tərtər, Ağdam, Cəlilabad, Bərdə, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 3000 dek qeydə alınıb. Hazırda bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Neftçalada 20, Culfada 18, Şabranda 16 əmsiyə çatıb. Şamaxı, Daşkəsən, Qax, Sarıbaş, Qusar, Qrız, Quba, Şəki, Zaqatala, Balakən, Şahdağ, Lerikdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşıb.